Psixoterapiya ilə psixologiyanın fərqi nədir? Mən belə girmək istəyirəm söhbətə. Çünki bilirsiniz özünüz, insanlara birinci olaraq deyirlər ki, sən psixoloqa get. Yəni elə hər yoldan keçəndə bunu məsləhət görürük. Psixi sağlamlıq sahəsi digər sağlamlıq sahələrinə nisbətən daha qorxulu sayılır insanlar üçün. Buradakı problemlər hətta belə bir stereotiplə adlanır ki, bu bayaq da qeyd elədiyiniz kimi mən dəliyəmmi, məndə belə bir əlamətmi var, mən psixi sağlamlığımla bağlı hansısa bir yardım alım. Psixoterapiya psixoloji yardımın bir növüdür. İki əsas anlayış verdik. Psixologiya, psixoterapiya. Psixoterapiyanın tərifini və izahını deyəcəm. Sadəcə biz psixologiyanın nə olduğunu təsəvvürümüzə formalaşdıraq. Bunun əsasında da artıq psixoterapiya onun içində hansı yeri alır, onu müəyyənləşdirə bilərik. Psixologiya bir elm sahəsidir və bunu diqqətlə nəzərdə saxlamalıyıq cəmiyyət olaraq ki, bu təbiət elmlərinin tədqiqat metodlarını özünə tətbiq edən bir elm sahəsidir. Yəni bu sadəcə bir belə deyim, fəlsəfi bir axın deyil. 1895-ci ildən bu yana artıq biz burada söhbət William James'in yanaşma dəyişikliyindən gedir ki, onları çox dərinə həmin sahəyə getməyəcəm ki, daha praktik tərəfindən danışacağıq. Ancaq biz laboratoriyalarda psixoloji komponentlərin tədqiqini həyata keçirə bilirik və bunlar əsasında indeksləşmiş jurnallarda məqalələr çap edirik. Yəni bu bir elm sahəsidir. Bunu birinci ayırırıq. Hansısa bir belə deyim, bəzən də bu da biraz müzakirəli mövzudur. Bürclər və yaxud da digər sahələrlə bunu qarışdırırlar Astropsixologiyada bu aralar çox və gündəmdədir. belə bir şey yoxdur. Yəni o başqa bir məsələ ki, bizim sahə etibarilə parapsixologiya aspektində bir xətt var və tədqiq eləyirlər. Amma hər tədqiqat bir şeyin mövcudluğunu təsdiqləmir.